Bəli, qaydaları pozmayaq, qaydalara əməl edək, nümunəvi olaq, inanın ki, digərləri də dəyişəcəklər. Avto FM-in əsas şüarı budur, hörmətli dinləyicilərimiz. Bax, bu gözəl şüarla da bugün qaydaları pozma verilişinə start veririk. Aparıcınız mən Ceyhun Həsənli, hər birinizin axşamı xeyirli, uğurlu olsun. Hörmətli sürücülərimiz, hər birinizə yalnız və yalnız təhlükəsiz yollar arzu edirik. Bir çox sürücü avtomobil sığortası etdirməklə özünü, belə deyək, güvəndə hiss edir. Amma hadisə baş verəndən sonra sığorta prosesində yaşanan çətinliklər isə bəzən insanı əlavə problemə ya da ki, belə deyək, stressə salır. Qəza anının həyəcanı bir tərəfə olur, sığorta şirkətinin, belə deyək, tələbləri, sənəd toplama prosesi olsun, qiymətləndirmə müddətinin uzanması, kompensasiya ilə bağlı təbii ki, anlaşılmazlıqlar sürücülər üçün əlbəttə ki, ciddi narahatlıq yaradır. Bəs hörmətli dinləyicilər, siz sığorta hadisəsindən sonra hansı problemlərlə qarşılaşmısınız? Və ya indi hal-hazırda qarşı-qarşıyasınız. Bugün məhz bu mövzuya toxunacağıq. Əlbəttə ki, qonağımızla bərabər o təbii ki, önəmli olan yəni suallarımızı cavablandıracaq. Bugünkü qonağımız Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevdir. Xoş gəlmisiniz Emin bəy. Salam, hər vaxtınız xeyirli olsun. Təşəkkür edirəm sizi və dəyərli dinləyiciləri. Salamlayıram və maraqlı bir mövzuya toxunuruq. Sığorta müqaviləsi varsa, sığortalanma mövcuddursa, sığorta hadisələri də baş verir və bu hadisələrdən sonra zərər tənzimləmə prosesi hansı qaydada həyata keçirilir və burada sənədləşmə necə olmalıdır? Bütün bu məqamlara inanıram ki, bəlkə aydınlıq gətirəcək. Sayənizdə əlbəttə ki, siz bütün suallarımızı, dinləyicilərimizin suallarını cavablandıracaqsınız hər zamanki kimi. Emin bəy, sığorta hadisəsi baş verəndən sonra zərərin qiymətləndirilməsi ilə bağlı ən çox yaranan, belə deyək, anlaşılmazlıqlar hansılardır vətəndaşlar tərəfindən? Buyurun. Təşəkkür edirəm suala görə. Ümumiyyətlə, hər bir hadisə baş verdikdən sonra təbii ki, zərər çəkmiş şəxs daha sürətli bir tənzimləmənin arzusunda olur. Sığorta şirkəti də bu tənzimləmənin daha sürətli həyata keçirilməsini istəyir. Çünki bilirsiniz ki, yol nəqliyyat hadisələrinin sayında hər ötən il əfsuslar olsun ki, artım müşahidə olur. Çünki burada nəqliyyat vasitələrinin sayında da artım var. Nəqliyyat vasitələrinin sayı, xüsusən də iri, sıx şəhərlərdə nəqliyyat parkının genişlənməsi təbii ki, yol nəqliyyat hadisələrinin də öz paralelində gətirmiş olur. Təbii ki, sığorta şirkətinin bu hadisə sayının çoxalması, o hadisələrin daha düzgün və vaxtında tənzimlənməsi sığorta şirkəti üçün də bir yaxşı bir imkandır ki, o sürətli tənzimləməni həyata keçirir. Lakin hadisələrin sayı artdıqca və ard-arda hadisələr toplandıqca bu iş yükünün artması deməkdir. Bu nöqteyi nəzərdən hesab edirəm ki, bugün şirkətlər də tənzimləmənin sürətli həyata keçirilməsində maraqlıdırlar. Bəli. Burada təbii ki, həm iş yükünün düzgün idarə olunmasından söhbət gedir. Eyni zamanda müştəri məmnuniyyəti ön plandadır ki, çünki hər bir müştəri sizin potensial digər sığorta məhsulunuzun alıcısıdır. Bu nöqteyi nəzərdən sadaladığım məqamlara sığorta şirkətləri həssaslıqla yanaşırlar. Və qeyd etmək istərdim ki, hadisə baş verdikdən sonra yaranan bəzi çətinliklər mövcud olur. Burada hesab edirəm ki, maarifləndirmə istiqamətində bu işlər ki görülür. Bax, siz tərəfdən, digər kütləvi informasiya vasitələri tərəfindən bunların bir çox töhfəsi var. Lakin bəzi sürücülər var ki, hələ də bu məlumatlardan xəbərsiz olurlar və istər-istəməz hadisələrinin də tənzimlənməsinə bu məlumatsızlıqları müəyyən qədər təsir edir. Yəni belə deyək, bilmirlər, maraqlanmırlar, maraqlı gəlmir onlara. Var belə ətrafımda da insanlar ki, belə deyək də bu el arasında deyək, baş sındırmaq istəmirlər də. Deyirlər ki, bilmək məcburiyyətində deyiləm kimi fikirlər. Yəqin sizin də rastınızda çox belə insanlarla da mən də rastlaşıram. Bilirsiniz, Ceyhun bəy, nəqliyyat vasitəsi sahibi olmaq bütün sığorta qanunvericiliyini, yol hərəkəti haqqında qanunu və ya digər inzibati xətalar haqqında məcəllərin sırf yol hərəkəti ilə əlaqədar qanunvericilik hissəsini bilmək önəmli deyil. Çünki bunu hər kəs bilə də bilməz və hər bir sürücünün üzərinə bu
biliklərin olması da, qoyulması belə bir tələb də doğru deyil. Lakin minimal tələblər var ki, biz və elə bizim məqsədimiz də bundan ibarətdir ki, mütəmadi olaraq vurğulayırıq ki, bax bunları etsəniz sığorta məsələləri üzrə, bunları etsəniz gələcəkdə çətinliklə üzləşməyəcəksiniz və ya bunları etsəniz daha rahat tənzimləməni həyata keçirə bilərsiniz. Daha çox rastlaşdığımız belə deyək, tənzimləmə prosesindəki anlaşmazlıqlar deyək, zərər çəkən şəxslər icbari sığortaya münasibətdə avtomobillərin qiymətləndirməsində müəyyən deməli çətinliklərlə üzləşə bilərlər. Burada da əsas məsələ avtomobilin təmirinin hansı emalatxanada həyata keçirilməsidir. Sığorta şirkəti müəyyən bir məbləğ hesablaması həyata keçirir və zərər çəkmiş şəxsə bu məbləği bildirir. Bu məqamda zərər çəkmiş şəxs avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi tələbi irəli sürür. Lakin baxırsınız ki, həmin ehtiyat hissələrinin təmiri də mümkündür, təmir etdirmək də mümkündür və sığorta şirkəti heç də haqsız olaraq təmir qeydini ora yazmayıbdır. Yəni bu kimi anlaşmazlıqlar olur. Təbii ki, hər zaman sığorta şirkətləri haqlıdır deyə bir anlayış da olmur. Bəzən müəyyən anlaşmazlıqlar da ola bilər. Lakin bilirsiniz, vətəndaşın hər hansısa bir sənədi gecikdirməsi ona bir məsuliyyət yaratmaya bilər. Yəni bu zərər çəkmiş şəxsdir və deyək ki, hər hansısa bank rekvizitini təqdim etməyibdir və zərər ödənişi 1 ay, 2 ay gecikibdir. Lakin sığorta şirkəti gecikdirmə etdikdə, hər hansısa bir ləngilmələr yaratdıqda, süründürməçilik kimi məqamlar etdikdə bunun bir məsuliyyəti formalaşmış olur. Yəni sığorta nəzarət edilən bir deməli xidmətdir və əlbəttə ki, bu Maliyyə İnstitutunun nəzarət tərəfləri var. İstehlakçıya hər gecikdirməyə görə, hər gecikdirilmiş günə görə müəyyən bir inzibati tənbeh tədbirləri var. Bununla yanaşı sığorta şirkətlərinin müəyyən bir məmnunluq indeksi mövcuddur. Yəni siz bu gün belə deyək, sığorta bazarında mütəmadi olaraq müştərilərinizə zərər ödənişlərini gecikdirərək ödəniş etsəniz, digər məhsullarınızı təqdim etdikdə siz satışlarınızı həyata keçirməkdə çətinlik çəkəcəksiniz. Buna görə hesab edirəm ki, daha çox yaranan çətinliklərin əsasında istehlakçının, zərər çəkənin, bu nöqteyi nəzərdən deyək, zərər çəkənin məlumatsız olmağıdır. Məlumatsız olmağı nöqteyi nəzərindən bəzən bax belə hallar baş verir. Belə deyək də, icbari sığortada xüsusən də günahkar tərəfin müəyyənləşməsində deyək ki, hər iki tərəf təqsirkar. Ümumiyyətlə ola bilərmi təqsirkar hər iki tərəf və belə olarsa, Emin bəy, zərərin tənzimlənməsi hansı qaydada bəs aparılacaq? Təbii ki, sizin vurğuladığınız hallar mövcud olur. Bilirsiniz ki, yol nəqliyyat hadisələrində bəzən hər iki tərəfin təqsirkar olduğu müəyyənləşdirilir. Hər iki tərəf qanun belə deyək, pozuntusuna yol veribdir və bu təbii ki, Dövlət Yol Polisi tərəfindən verilən forma 4 arayışında öz əksini tapmalıdır və hər iki tərəfdə inzibati protokol tərtib olunmalıdır və bu məqamda zərərin tənzimlənməsində də hər iki tərəf üzrə 50-50 olaraq, 50-50 deyək də, yəni yarı bölünür, yəni yarı səndə, yarı məndə, bəli. Bu prinsip əsasında təbii ki və burada bilirsiniz, zərər vuranın hər ikisində eyni bərabər pay hüququna malik bir inzibati xəta törədilmiş olarsa, bəli, hər iki tərəf də burada 50-50 deyək, tənzimləməsini həyata keçirəcək. Bir səsli mesaj var, Emin bəy, elə bu səsli mesajla davam edək. Buyursun dinləyicimiz. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Salamlayıram, gününüz uğurlu olsun. Bəli, gözəl mövzuya toxunmusunuz. Bir neçə ay bundan öncə mənim bir Vaz 2504 markalı maşınım var idi. Avtobus mənim qarşıma dönəndə günah avtobusda olan mənim maşınımın qabaq kırlasını, yan qapısını sürtdü, əzdi. Bu halda
mənim sığortam gəldi. Sonradan mənim sığortam mənə məlumat verdi ki, digər avtobusun sığortası yoxdur. Yəni sənin maşının düzəlməyəcək. Bəli. Yəni mən də biraz proses uzun olacaq deyə məhkəmə söhbətlərinə görə bu mövzunun, bu işin üstünə düşmədim. Şimdi ən azından əsəblərim pozulmasın deyə özümə görə. Bu ilə bağlı bir qərar qəbul olunsa daha gözəl, daha bir yaxşı olar ki, o qarşı tərəfin sığortası yoxdur deyə mənim sığortam mənim maşınımı düzəltmir ki, onlar sığortanın pulunu götürə bilməyəcək. Zəhmət olmasa bu ilə bir bağlı qərar qəbul olunsa gözəl olardı, bir nümunəvi addım olardı. Çox sağ olun, minnətdaram. Xətadan, bəladan sürücülərimiz uzaq olsun və qaydalara riayət edək. Çox sağ olun, minnətdarlıq gözəl mesajı idi elə sonda da verdi. Təşəkkür Emin bəy, buyurun. dinləyicimizə maraqlı ismarıclar ötürdü. Bilirsiniz, burada yol nəqliyyat hadisəsi zamanı zərər vuran tərəfin sığortası mövcud olmayıbdır. Və sizə zərər vuran tərəfin sığorta müqaviləsi olmadığına görə sığorta ödənişinin edilməməsi normaldır. Üçüncü şəxslərin icbari sığortanın əsas mahiyyəti nədən ibarətdir? Üçüncü şəxslərin sağlam avtomobilinə, əmlakına, bu əmlak avtomobili ola bilər, digər bir əmlak ola bilər. Eyni zamanda üçüncü şəxslərin sağlamlığına və səhhətinə dəymiş zərərlər üzrə sığorta təminatının verilməsidir. Yəni sizə qarşı tərəf sizin nəqliyyat vasitəsinə zərər vurub və bu halda qarşı tərəf sığorta müqaviləsi olmuş olsaydı, siz bəli, müraciət eləyəcəydiniz öz sığorta şirkətinizə, zərər ödənişini həyata keçirəcəydilər və tənzimləmə qaydalara uyğun olaraq həyata keçirilmiş olacaqdı. Burada qarşı tərəfin sığorta müqaviləsi olmadığına görə hər hansısa bir belə deyək də kompensasiyanın ödənilməsi də mümkün olmur. Fərz eləyək ki, dünən həmin müqaviləsi deməli, həmin şəxsin sığorta müqaviləsi bitib, sığorta şirkətinin də öhdəliyi həmin müqavilənin bitdiyi tarixə qədərdir. Bəli. Müqavilə müddətinin sonuncu dəqiqəsinə qədər sığorta şirkəti məsuliyyəti daşıyır, lakin sığorta müqaviləsi bitibsə, sığorta şirkətinin hər hansısa bir məsuliyyəti yoxdur. Bunun üçün nə etmək vacibdir? Bunun üçün siz avtomobilinizin kasko sığortası edə bilərsiniz. Kasko sığortasında qarşı tərəfin sığorta müqaviləsinin mövcud olub olmamasından asılı olmayaraq, sizin avtomobiliniz hər hansısa bir üzərinə bir predmet düşüb düşməsindən asılı olmayaraq, avtomobildə yanğın hadisəsi baş verə bilər, təbii fəlakət nəticəsində avtomobili zədələnə bilər. Baxın, geniş bir risklər biz burada sayırıq. Bütün bunların fonunda bir müqavilə ilə, kasko sığortası ilə siz avtomobilinizi güvəndə tuta bilərsiniz və qarşı tərəfi də gözləməli deyilsiniz ki, onun icbari sığorta müqaviləsi olsun və yaxud yox. Emin bəy, daha bir səsli mesajımız var. Dinləyək dinləyicimizin sualını, buyursun. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Səhər sübh tezdən işə gedəndə mən yaşıldan keçirdim. Zoopark tərəfdə belə deyək. Çox aşağı sürətlə gedirdim. Bunlar da sürət 30-35, çünki maşın da az idi küçələrdə. Yaşılda keçən anda sağ tərəfimdə də maşın vardı. Mən soldan gedirdim. Sağımda da bir maşın var idi. Son anda gördüm ki, qırmızıda çox böyük sürətlə taksi idi. Prius deyəsən. Çox sürətlə gəlib qabaq sol hissəmdən möhkəm vurdu. Son məqamda qaçırmağa çalışdım. Yəni əyləci bastım, tormoz verdim, amma sağda maşın vardı, maksimal qaçırda bilmədim, ona deyə bilərdim. Yəni adam qaçmadı, orada dayandı. Sığortaya məlumat verdi, şəkillərini çəkdi. Adam orada da izahat verdi ki, yəni təqsir o tərəfdədir. Telefona baxırmış, sürətlə 60 gedə-gedə gəldi. Girdi, maşını burunda atdı. Əsas problemlər nədə oldu? Birincisi, o forma yadımda deyil neçədir, onun alınması zaman keçdi. Baxmayaraq ki, qarşı tərəf deyirdi ki, təqsir tam ondadır. Sonra qiymətləndirmə çox cüzi məbləğ deyil, icbari sığortada söhbət gedir. Qiymətləndirmə, belə deyək, 2-3 ustaya, özüm ustaya göstərdim, 3000-ə yaxın qiyməti var idi. Amma Mazda maşınıdır, ehtiyatçıları bahadır. Sığorta şirkət deyirdi ki, 60-70, məşhur adını çəkməyəcəm, top sığorta şirkətidir. Sonda dedim, özünüz təmir edin. Təmir haradasa bir 4 ay çəkdi. Harada təmir olduğunu da deməyəcəm, yəni rəsmi servis deyildi. Yəni hər həftə ehtiyatçısı yoxdur, tapılmır, axtarırıq, Moskvadan gələcək, Kitaydan gələcək və s. və axır. Şimdi 4 aydan sonra belə birtəhər təmirli verdilər. Yəni çətinliklərdən biri, belə deyək, xülasə, polis orqanından o formanın alınması, ikinci qiymətləndirmə çox cüzi qiymət verdi, üçüncüsü də çox uzun təmir olundu
Mən belə deyək 3-4 ay maşınsız qaldım. Sonda da belə qeyri-rəsmi soruşdum ki, xərciniz nə qədər çıxdı? Dedilər 3500-ə yaxın. Yəni halbuki mən 2000-ə yaxın əvvəlcədən istəyirdim, 600-700 təklif etmişdilər. Yəni belə çətinliklər var. İndi bilmirəm kaskoda olur bu çətinlik yoxsa yox, yəni icbaridə rast gəldiyim çətin. Təşəkkür edirəm dinləyicimizə o kasko sığorta ilə bağlı da məsələyə aydınlıq gətirəcək Emin bəy. Buyurun. Təşəkkür edirik. Belə deyək, mövzuya şərh bildirdiyi üçün dinləyicimiz əslində sual konteksti də var idi mövzunun eyni zamanda. Belə deyək, kasko sığortasından başlayaq. Kasko sığortasında ümumiyyətlə hadisədə sizin təqsirkar olub və ya zərər çəkən, zərər vuran qismində olmasından asılı olmayaraq dəymiş zərərinizi sığorta şirkəti tərəfindən qarşılanır. Eyni zamanda kasko sığortasının üstünlüklərindən biri də budur ki, dinləyicimiz qeyd elədi ki, mən 4 ay yaxın avtomobilsiz qaldım. Burada kasko sığortasında sizi sığorta şirkəti müqavilə şərtlərinə müvafiq olaraq avtomobilsiz qaldığınız müddət ərzində, o da müəyyən müddətdə təbii ki, avtomobillə təchiz eləyə bilər və yaxud da sizin şərtlərinizə uyğun olaraq sərnişin daşıma deməli taksi ilə də sizi təmin eləyə bilər ki, yəni müştəri avtomobilsiz qaldığı müddətdə şərti o vaxt, yəni müqavilə şərtinizdə var ki, 15 dəfə, 20 dəfə və yaxud da 10 gün, 15 gün ərzində sizin avtomobilinizi təhvil aldığınız müddət ərzində istifadə eləyəsiniz. Bəli, avtomobildən istifadə edə bilərsiniz. Və sualın birinci hissəsinə gəldikdə forma 4 arayışının alınmasında çətinliyin çəkdiyi bildirilir. Mən hesab edirəm ki, bugün forma 4 arayışları elektron qaydada göndərilir. Dövlət Yol Polisi tərəfindən sığorta şirkətlərinə müvafiq qurumların deməli sistemlərin inteqrasiya həyata keçirilibdir və icbari sığorta bürosuna və oradan da sığorta şirkətlərinə forma 4 arayışları elektron qaydada göndərilir. Burada yol nəqliyyat hadisəsinin araşdırılmasına ehtiyac ola bilər. Araşdırma həyata keçirildikdən sonra, yəni Dövlət Yol Polisi bu forma 4 arayışını 1 ay ərzində göndərməli deyil, yəni 1 ay, 2 ay özündə saxlamalı deyil. Yəni müddət ərzində sizə sığorta şirkətinə təqdim etməlidir. Müəyyən müddət deyəndə ki, yəni qanunvericiliklə müraciətlərin baxılması var. Yəni 15 gün ərzində maksimum sizin sənədiniz göndərilməlidir. Yəni burada forma 4 arayışını 1 ay uzatmaq, təbii ki, hadisənin motivlərindən dəyişə bilər. Bu hadisədə araşdırma tətbiq olunmalıdırsa, əlavə bir bəzi hadisələr var ki, mən qeyd edeyim sizə ki, orada bədən xəsarətləri olur. Təbii ki, bu Dövlət Yol Polisi tərəfindən deyil, polis orqanları tərəfindən tədqiqat olunur və orada ölümlə yekunlaşan bir yol nəqliyyat hadisəsi olar, digər bədən xəsarətləri olar. Araşdırma, yəni hadisənin motivlərinə uyğun olar. Lakin belə standart bizim yol nəqliyyat hadisələrində, yəni dinləyicimiz demədi nə qədər müddətdə. Amma yəni bugünkü gündə qısa müddətdə 2 günə, 3 günə bəzən göndərirlər. Hətta elə olur ki, elə həmin gündə forma 4 arayışının təqdim olunması, sadə hadisələrdə bəli göndərilməsi mümkündür. Qaldı ki, ikinci tərəfinə sığorta nöqteyi nəzərindən biz bunu cavablandıraq. Hadisənin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir. Siz özünüz də qiymətləndirmisiniz. Baxın, burada ehtiyat hissələrinin dəyişdirilməsi ola bilər. Çünki siz 600-700 manatla 3000 manatlıq bir fərq ciddi bir fərqdir. Yəni burada sığorta şirkəti sizin avtomobilinizə dəymiş zərər üzrə ehtiyat hissələrinin təmir edilməsini çox böyük ehtimal ki, nəzərdə tutub və elə qiymətləndirmə edibdir. Lakin siz onun ehtiyat hissələrinin dəyişdirilməsini nəzərdə tutmuş ola bilərsiniz. Çünki bu fərqin yaranması, bundan başqa bir fərq olması ehtimalı çox aşağıdır. Çünki təmir xərcləri ilə bu qədər fərq yarana bilməz. Əsas ehtiyat hissələrinin dəyişdirilməsi ola bilər. Baxın, hadisələrin əksəriyyətində də zərər çəkmiş şəxs iddia edir ki, bəli, bu qapı əzilibdir, bunu dəyişin. Sığorta şirkəti baxır, haqlı olaraq baxır ki, bəli, bunu təmir eləmək mümkündürsə, təmir olunmalıdır. Lakin təmiri mümkün deyilsə, sığorta şirkəti yox, biz bunu təmir edəcəyik deyirsə, əslində bir şeyin, bir predmetin təmirə yararlılığı, yəni bu müəyyən olmalıdır ki, bu təmirə yararlıdır yoxsa yox. Bəli, bu məsələlər var. Amma 4 ay lakin 4 ay gecikməsi bax, burada əsas məsələ buradadır. Yəni hesab edirəm ki, siz bir nəqliyyat vasitəsini, mən elə verilişin ilk dəqiqələrində də bunu vurğuladım ki, sığorta şirkətinə də maraqlı deyil ki, avtomobili götürsün, təmir etməkxanasına aparsın və orada 3 ay, 4 ay saxlasın. Çünki bunun bir tərəfdən də zərərlər baş verir axı. Bu zərərlərin də tənzimlənməsini həyata keçirmək lazımdır. Avtoservisi də yerini məşğul edəcəksiniz. Bundan başqa öz tənzimlənməmiş zərərləriniz artmış olacaq. Burada
məsələnin digər tərəfinə də baxmaq lazımdır ki, çünki dinləyicimiz dedi ki, ehtiyat hissələri tapılmırdı. Elə avtomobil ola bilər ki, onun ehtiyat hissələri çətin tapılan olsun və sığorta şirkəti onu tapıb yerinə gətirib qoymalıdır. Bax, bu nöqteyi nəzərindən ola bilər. Digər hallarda hesab edirəm ki, 4 ay, 3 ay belə gecikdirmələr mümkün deyil. Bəli, yol verilməzdir. Yol verilməzdir. Ən vacib məsələlərdən biri həm də sığorta məsələsidir. Sığorta hadisəsindən sonra siz hansı problemlərlə qarşılaşmısınız və probleminiz necə həll olunub? Razı qalmısınızmı, razı qalmamısınızmı? Bayaq elə bir dinləyici səsində bildirdi ki, yəni uzun müddət çəkib müəyyən gediş-gəlişlər, yəni 4 ay müddətində məsələ və təbii ki, Emin bəy bunu cavablandırdı. Məsələyə həmçinin Emin bəy bunu da deyək, bir tərəfli baxmaqda olmur. Biz dinləyicimizə təşəkkür edirik. Təbii ki, o hər zaman çətinliyə düşüb və cavab axtarır buna. İndi Emin bəy də sualı əlbəttə cavablandırdı, amma məsələ burasındadır ki, nəticə itibarilə məsələyə bir tərəfli də baxmaq olmur. Düzdür Emin bəy? Yəni təbii ki, mən sizinlə razıyam. Sığorta şirkətinin də belə hallarda mövqelərini bilmək yaxşı olar. Çünki bizim bu sığorta şirkətinin mövqeyi bilməyimiz imkanımız dinləyici sualında çox da olmur. Lakin əgər bir ehtiyat hissəsi yoxdursa, elə avtomobillər var ki, onun həqiqətən ehtiyat hissəsini xaricdən sifariş verərək gətirib onu təmir etdirmək məcburiyyətinə qalır sığorta şirkətləri. Və bu nöqteyi nəzərdən digər tərəfin də fikrim bildiyimiz zaman daha aydın belə deyə cavablamaq var. Keçək digər məsələyə. Söhbət foto və videolardan gedir. Hadisə zamanı toplanan foto, video sübutların olması zərər prosesinə nə dərəcədə təsir göstərir Emin bəy və hadisə baş verdikdə sığortalı mütləq foto və video çəkiliş etməlidirmi? Bilirsiniz, bu elə bir məsələdir ki, bu artıq hadisə vaxtı tərəfin özünün verəcəyi bir qərardır. Yəni bunun zərər çəkənin və ya zərər vuranın bir hüququdur ki, istənilən hadisənin foto, video görüntülərini çəksin və gələcəkdə bu hadisəni həm ola bilər ki, Dövlət Yol Polisinə və yaxud da ki, sığorta şirkətinə təqdim etsin. Nəyi tövsiyə edirəm mən? Hər zaman bunu söyləyirik ki, hadisə baş verdiyi zaman müəyyən küçələrdə, yollarda tıxac yaranmaması üçün orada avtomobilinizi kənara çəkib sığorta şirkətini və müvafiq dövlət orqanını gözləyə bilərsiniz. Lakin həmin zamanda siz foto, video görüntüləri götürməyiniz sizin özünüz üçün yaxşı bir haldır ki, gələcəkdə hadisənin araşdırılmasında bu materiallardan istifadə oluna bilər. Lakin siz hər hansısa bir görüntü çəkməmisinizsə, bu demək deyil ki, sizin zərəriniz tənzimlənməyəcək. Bunun üçün Dövlət Yol Polisinin həmin hadisədə iştirakı təmin olunacaq, hadisənin sxemi müəyyənləşdiriləcək, forma 4 arayışı tərtib olunacaq və orada bütün detallı şəkildə hadisənin bütün belə deyək hissələri qeyd olunmuş olacaq və hesab edirəm ki, bu yalnız tərəfin özünün zərər çəkmişin və ya zərər vuranın öz ixtiyarında olan bir məsələdir. Daha yaxşı olar ki, foto, video görüntüləriniz olsun. Gələcəkdə bu məqamı sığorta şirkəti ilə bölüşə bilərsiniz. Sonuncu sualım Emin bəy belə olacaq ki, hadisə deyək ki, baş verib və biz sığorta şirkəti ilə əlaqə saxlamaq istəyirik daha doğrusu, amma saxlaya bilmirik. Ya belə deyək, qaynar xətt məşğul olur, ya da bizə cavab vermirlər. Bax, bu halda nə etmək lazımdır? Belə hallar əslində demək olar ki, çox nadir baş verən haldır. Çünki artıq süni intellektdən istifadə edir müxtəlif şirkətlər. Bu təkcə sığorta şirkətləri deyil, sığorta şirkətlərinə xidmət göstərən mobil operatorlar süni intellektdən istifadə edir və bu gün xətlərin məşğul olması kimi halları biz artıq hiss edirsinizsə, biz uzun müddətli belə sualları, belə məsələləri eşitmirik və ola bilər, deyək ki, belə bir force major oldu və siz zəng etdiniz sığorta şirkətinə, heç bir cəhdlə əlaqə yarada bilmirsiniz. Əsas məsələ sizin məlumatlandırma deməli imkanlarından istifadə etməyinizdir. Yəni telefonu götürmüsünüz,
sığorta şirkəti ilə əlaqə saxlamısınız, eyni zamanda Dövlət Yol Polisinə hadisə ilə bağlı məlumat vermisiniz. Bax, bu addımları siz atmısınızsa, gələcəkdə zərər ödənişi ilə bağlı hər hansısa bir imtinadan söhbət gedə bilməz. Çünki siz məlumatlandırmanı etmisiniz artıq. Qarşı tərəfin bu məlumatı alma imkanı olmayıbsa, bu artıq qarşı tərəfin problemidir. Təbii ki, siz o zəngi təqdim edə bilərsiniz. Həmin tarixlərdə sizin şirkətinizə zəng etmişik. Lakin bu kimi hallar artıq demək olar ki, tarixə qovuşubdur. Bəli, bəli. Çünki siz sığorta şirkətlərinin bu günlərin mobil nömrələri, WhatsApp əlaqə nömrələri, veb səhifələrində yaza biləcəyiniz belə deyək, operatorlar həmin anda mesajınızı ötürmək istəyirsinizsə, veb səhifəsinə də daxil olub mesaj ötürə bilərsiniz ki, filan tarixdə, filan ərazidə yol nəqliyyat hadisəsi baş verib. Xahiş edirəm, mənimlə əlaqə saxlayın. Mobil tətbiq etmələr bu gün artıq belə deyək, bizim həyatımıza daxil olubdur. Mobil tətbiq etmələrdən istifadə edə bilərsiniz. Yəni vasitələr kifayət qədər genişdir. Əvvəlki dövrdə yalnız telefon vasitəsilə biz ismarıcımızı ötürə bilirdiksə, bu günlərin mesajımızı ötürmək üçün kifayət qədər vasitələr var və siz hətta az əvvəl də qeyd etdiyim kimi mesajınızı ötürmək istəmisiniz, qarşı tərəf bunu ala bilməyibsə belə, siz artıq bu məsuliyyətdən azadsınız və zərər tənzimləməsində hər hansısa bir çətinliklə üzləşməyəcəksiniz. Bəli. Təşəkkür edirəm sizə Emin bəy. Çox sağ olun ki, gəldiniz. Bu gün sığorta məsələlərində qarşılaşa biləcəyimiz çətinliklər və həll yollarından danışdınız və sualları cavablandırdınız. Mən də sizə təşəkkür edirəm. Sizə Avto FM-ə, Avto FM-in rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Maraqlı mövzular hər zaman gündəmə gətirirsiniz və hesab edirəm ki, bu mövzuların deməli ətrafında dinləyicilərimiz də hər belə deyək, görüşümüzdə maariflənir və suallarına cavab tapırlar. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Minnətdarı qarşılıqlıdır. Hörmətli dinləyicilər, bir daha xatırladıram ki, bugün Avto FM radiosunun qonağı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev idi.